Şəmkirdə 2 iyul Azərbaycan Polisi Günü münasibəti ilə tədbir keçirilib. Şəmkir rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, Şəmkir rayon polis şöbəsinin rəisi Navay Qasımov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon polis şöbəsinin əməkdaşları və veteran polislər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri qoyublar. Ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Ardından tədbir Şəmkir rayon polis şöbəsində davam etdirilib. Əvvəlcə Şəmkir rayon polis şöbəsinin şəxsi heyətinə Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazovun təbrik məktubu oxunub. Polis əməkdaşlarına bu çətin və şərəfli peşələrində uğurlar arzulanıb. Daha sonra Şəmkir rayon polis şöbəsinin rəisi polis polkovniki Navay Qasımov çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib. Bildirib ki, pandemiya dövründə vətəndaşlarımızın təhlükəsizliyinin təminatı üçün polislərimiz var gücü ilə çalışıb. Bundan əlavə 44 günlük vətən müharibəsində sadə insanların təhlükəsizliyini təmin edib. Antiterror əməliyyatında isə polislərimiz xüsusilə şücaət göstərib, birbaşa düşmənlə döyüşlərə girib şəhidlər verib. O da qeyd olunub ki, dövlətçiliyin əsas strukturlarından olan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ümummilli liderin bu sahədə siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisi mütəşəkkil cinayətkarlıqla sabitlik üçün təhlükə doğuran zərərli meyllərə qarşı uğurlu mübarizə aparır. İctimai-siyasi həmçinin kriminogen durum tam nəzarətdə saxlanılır. Azərbaycan polisinin yaranmasının 107-ci illiyi münasibəti ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, Daxili İşlər Nazirliyinin rəhbərliyi başda olmaqla bütün polis əməkdaşlarını təbrik edib, çətin və məsuliyyətli xidmət yolunda onlara uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycan polisi Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə vətəndaşlarımızın təhlükəsizlik həyatının asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək. Digər çıxış edənlər də Azərbaycan polisinin 107 illik fəaliyyəti barədə geniş məlumatlar verərək ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunmasındakı əvəzsiz rolundan danışıblar. Sonda 2025-ci ildə xidmətdə fərqlənən polis əməkdaşlarına icra başçısının fəxri fərmanları təqdim edilib. Eyni zamanda bir sıra polis əməkdaşlarına növbəti rütbələri təqdim olunub və uzun müddət Şəmkir rayon polis şöbəsində çalışmış veteran polis əməkdaşlarına hədiyyələr verilib, xatirə fotosu çəkilib.